Heç nədən dəyər yaratmaq mümkündür. Bu təbii ki, illüziyadır, amma dəyər yaratmaq çox asandır. Məsələn, sən öz adını eşidəndə fərqli hiss edirsən, deyilmi? İnsanlar da özlərində olan yaxşı xüsusiyyətlərin adını eşitmək istəyirlər. İnsan hansı davranışına görə qiymətləndirildiyini görürsə, həmin davranışı daha çox etməyə meyilli olur. Buna psixologiyada emosional gücləndirmə prinsipi deyilir. Sən çox diqqətlisən, səninlə danışmaq həmişə rahatdır. Sən yanımda olanda özümü güvənli hiss edirəm kimi cümlələr partnyorun beynində belə bir mesaj yaradır. Mənim varlığım bu münasibətdə dəyərlidir. Kompliment gözəl effekt verir, amma onun da keyfiyyəti var. Komplimentin təsirli olması üçün konkret olmalıdır. Yəni konkret xüsusiyyəti qabartmalıdır. Ümumi sözlərin təsiri zəifdir. Spesifik davranışı vurğulamaq beynə daha güclü emosional siqnal verir. Sən yaxşı insansan deməklə sənin insanlara belə səbirli yanaşmağın mənim xoşuma gəlir demək arasında fərqi hiss edirsiniz, deyilmi? Maraqlıdır ki, bir çox insan partnyorunu tərifləmək istəsə də bunu etmir. Bunun arxasında bir neçə psixoloji səbəb dayanır. İnsan partnyorunun yaxşı xüsusiyyətlərini zaman içərisində adi görməyə başlayır və artıq onları deməyə ehtiyac duymur. O elə hesab edir ki, qarşı tərəf öz vəzifəsini yerinə yetirib. Niyə onu tərifləsin ki? Güc balansı qorxusu da əsas səbəblərdəndir. Bəziləri elə bilir ki, çox tərif etsələr qarşı tərəfi ucalacaq, özü isə aşağıda qalacaq. Belələri partnyorunun güclü tərəfini etiraf etməkdən çəkinərlər. Digər bir səbəb isə uşaqlıq təcrübələridir. Böyüdüyü ailədə kompliment eşitməyənlərə bu davranış süni gəlir və onu çox istədiyimi onsuz da bilir şəklində düşünürlər. Amma emosional münasibətlərdə bilinən şeylərdə ifadə olunmalıdır. Dərin və keyfiyyətli münasibətlər təsadüfən yaranmır. Onlar düzgün qurulmuş daxili sistemin nəticəsidir. Əgər sən bu sistemi anlamaq və transformasiya etmək istəyirsənsə, natdan faydalanmaq əla seçimdir. Bəzən bir münasibəti dəyişmək üçün böyük bir addım lazım deyil. Sadəcə sadə bir cümlə kifayətdir. Sənin həyatında olmağın mənim üçün böyük dəyərdir. Fikirləriniz çox dəyərlidir.